40 nəfər döyüşə girmişik, Şuşaya gedib 11 nəfər çıxmışdı. 12-13 nəfərlə nə var idi? Gizirin ayağı, burada güllə var, Gizir 65 kiloluq SPG-ni dartır. Dedim, o getmir, mənim getməyəm ayıb olur. 2 nəfər erməni gördük ki, mülki cəmaatın evini soyur. Gözədə bir erməni vurdular maşının içində. O birisi qaçdı girdi evə. Yəni bir ki, qaça biləcəklər. Bizimkilər qumbara atanla vurdular evi. Evin böyründə taya var idi. Tayadan ot keçsə evə, ev yanmağa başladı. Bu evin içində diri-diri yandı. Dəmirov siyahım var idi ki, bayaq dediyim. Belə adı soyadı kimi dəmir kimi idi. Qumbara atanı götürdü, yolun sağına keçib evin içinə vurmaq istəyəndə evin içində idilər o 2 nəfər. PKK-lə üzbəyə tutdu, PKK bunu vurdu. Amma nə qədər dəyişsə də buna yıxılmadı adam. Yəni mən kinoda görmüşdüm ki, adama güllə dəyən nə qədər talbada yıxılmıyor. Bu ayaq üstə qaldı. Axırımızın dəyəndə dizini qoydu yerə, başını qoydu. Qaldırdı əsgərlərinə baxdı, öz əsgərlərinə, Gizir idi öz. Əsgərlərinə bir-bir baxdı, başını qoydu, keçindi onu. Onun o bir əsgəri gəldi, həmin qumbaratanı götürdü, həmin evi vurdu. Bizim dəstəyə Ölümsüzlər adı verilmişdi. Tağmada tağım komandiri Ölümsüzlər dəstəsinin Amansızlar tağım adını vermişdi. Dəstənin şəhidləri Xudiyev Tural, Behbudov Nofər, Xammədov Əmral, Qarayev Amal, Şahbazov Elnur, Rızayev Ülfət, Hüseynli Zahir, Dəmirov Siyahim, Mehbaliyev Vasif, Manafov Şahmar, Məmmədov Ayxan, Rükəbzadə İbrahim, Qasımov Bayram, Savadov Ələsgər, Seyfullayev Aras, Alişanlı Amal, Əhmədov Tural, Salahov Elvin, Nuzaliyev Elməddin, İsayev Alik, hamısı canavar kimi uşaqlarımız idi. Məmmədov Elvin, Atakişev Rüstəm, gözəl snayper Rüstəmimiz idi. Dəstənin snayper manqasının idi. Hüseynov Rafiz, Şıxəliyev Ənvər, Vəliyev Sadiq. Hamısı bizim güclü istehkamçılarımız idi ki, biz keçid eləyəndə onlar gəlib açırdı.